Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Tamamilə doğrudur. Xüsusilə də yüksəlişdə qalib gəlmək üçün bizim bugünkü efiri dinləyirsinizsə, düşünürəm ki, sizin üçün çox faydalı olacaq. Çünki həm söhbətim yüksəliş müsabiqəsinin eksperti, həkim psixiatr Orxan İskəndərovdur. Biz Orxan bəylə həm yüksəliş haqqında danışacağıq, bir ekspertin dilindən eşitmək ki, orada qalib gəlmək üçün nəyi bilmək lazımdır, necə hazırlaşmaq olar. Həm də ekspertlər özləri necə olur ki, ekspert olur, mütləq onu da soruşacağam. Amma bütün bunlarla yanaşı peşə stresindən də danışacağıq. Bu nədir? Hansı peşə sahibləri daha çox stresdə olurlar və onun öhdəsindən necə gəlmək lazımdır? Bununla bağlı suallarım çoxdur. Telefon nömrəmiz də açıqdır ki, sizin suallarınız yaransa bizimlə əlaqə saxlaya biləsiniz. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 1122. Orxan, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük, təşəkkür edirəm, çox sağ olun. Hər kəs salamlayıram mən də, hər kəsin hər vaxtı xeyirli olsun. İnşallah günün ikinci yarısı hər kəs üçün uğurlu keçər diləyirəm. Təşəkkür edirik. Bax, siz 4-cü yüksəliş müsabiqəsində ekspert kimi iştirak etmisiniz. Finalda yoxsa yarım finalda? Həm yarım finalda, daha sonra finala seçildim və orada da ekspert kimi iştirak elədim. Aha, sizin fikrinizcə ekspertlər əsasən rolu nədən ibarətdir? Nə iş görürlər? Ekspertlərin rolundan öncə xüsusiyyətlərini desəm daha yaxşı olar. Çünki burada maksimum dərəcədə obyektiv olmaq çox önəmlidir. Səmimi və dürüst olmaq çox önəmlidir. Bu şəxsi keyfiyyətlərə malik olan insan daha sonra digər ixtisas bacarıqlarını əldə edə bilsələr, yaxşı ekspert kimi fəaliyyət göstərə bilərlər. Səmimi və dürüstlük faktorunu niyə görə vurğuladım? Çünki bizim hər birimizə dəfələrlə deyilən bir nüans var ki, bizim orada hər hansı bir tanışımız bizim qabağımıza çıxa bilər ekspert olduğumuz masada və biz bunu açıq bir şəkildə bildirməyimiz lazımdır. Öncədən də və həmçinin ola bilər yarışın özü vaxtında da. Obyektivlik niyə görə önəmlidir? Çünki bəzən ola bilər ki, kiminsə səsləndirdiyi fikir bizə şəxsi olaraq maraqlarımıza ya qulluq eləyə bilər, ya bizə maraqlı gələ bilər. Amma əslində verilən tapşırıq üçün heç bir əhəmiyyət yoxdur və ya bizim yoxlamalı olduğumuz punktlar üçün heç bir əhəmiyyət yoxdur. Ona görə biz həmin vaxt öz neytrallığımızı qorumalıyıq və situasiyanı obyektiv şəkildə qiymətləndirməliyik, emosiyaya qapılmamalıyıq. Doğrudan da elə ola bilər. Yəni kiməsə qarşı simpatiya yaranır və əksinə olur. Kimsə qıcıqlandırır öz hərəkətləri ilə. Bəli, bu onsuz da olur ki, biz final mərhələsində səhv xatırlamıramsa, masalarımızdan birində ikinci dəyişiklik zamanı səhv xatırlamıramsa belə bir hal oldu. Hər masada biz iki ekspert olurduq və bu zaman biz bir-birimizə də göz qaş elədik, himcim elədik ki, bax belə bir durum var, bunu dəyərləndirməmiz lazımdır. Hətta bunu biz qeyd kimi aparaq ki, sonradan biz o qeydlərə yenidən dönüb baxdığımız və qiymətləndirməni elədiyimiz zaman bunu nəzərə ala bilək. İştirakçılardan bəziləri ola bilər ki, hətta bir-birlərini belə qıcıqlandıra bilirlər, provokasiya edirlər bir-birlərini. Biz o provokasiyanı da kimin provokasiyasına getməyinin də kimin provokasiya etməsinə çox böyük əhəmiyyəti var. Çünki etik çərçivələr bəzən keçilirdi. Sonra hamısı punkt kimi qeyd edilirdi. Hədə hamı gərgindir, hamı qalib olmaq istəyir. Bəzən biz üzr istəyirəm sözünüzü kəsdim. Bəzən biz özümüz də orada prosesə qoşulmaq istəyirdik ki, adamın ürəyi yanır da bir yerdə. Yəni haqqına girirsən qarşıdakı adamın, amma o neytraliteti qorumaq oradan çox əhəmiyyətli idi və məncə qoruya bildiyimizi düşünürəm mən və komanda yoldaşım olaraq. Amma bu hər halda sizin üçün çox asan olmalıdır. Yəni siz özünüz psixiatrsınız, insanı idarə etmək, hamının psixologiyasını başa düşmək, bu işinizi rahatlaşdırıb. Əslində orada yeganə psixiatr mən idim. Bütün ekspertlər komandası, düzdür, psixoloqlarımız var idi, sosioloq var idi, HR komandasında iştirak edənlər var idi. Yeganə psixiatr olaraq qatılan mən idim. Asan idi. Əslində səhv eləyə bilmə ehtimalınızı nəzərə alaraq işlədiyiniz zaman işləmək daha rahat olur. Amma həmişə də tikan üstündə qalırsınız ki, o görəsən mən səhv elədimmi, gözünüzün qabağına gəlir həmişə düzgün qiymətləndirdimmi? Bu cəhətdən əhəmiyyətlidir. Mən bunu anlamadım. Necə məsələn səhv edə bilmə ehtimalımızı nəzərə alır? Yəni o neytralitet cəhətdən biz məsələn bir pasientlə də ünsiyyətdə olduğumuz zaman pasient bizə bizim qıcıqlana biləcəyimiz hər hansısa bir nüans bölüşə bilər. Nümunə olaraq, yəni bir xanım gələ bilər, hansı ki bizim mentalitet cəhətdən uyğun olmayan bir nümunə verəcəyim indi ki, xanım gəlib bizə deyə bilər ki, mən yoldaşımı aldadıram başqa bir kişi ilə. Bizim nümunə üzərindən, bizim cəmiyyət üzərindən getdiyimiz zaman çox, yəni ki, kəskin bir şəkildə qarşılanacaq, hətta daşqalaq olunacaq bir durumdur. Amma biz həmin vaxt xanıma emosiyamızı göstərməməmiz lazımdır, neytraliteti qorumamız lazımdır. Həmçinin ekspert olaraq da bu cür eyni vəziyyətdə elə əlbəttə, amma bu tip fərqli emosional özümüzün qəbul edə bilməyəcəyimiz vəziyyətlərlə üzləşdiyimiz zaman da o neytraliteti qorumaq çox önəmlidir. Bu da yəqin sizin peşəni daha stresli edir.
Onsuz da peşə stressi və ya burnout, yəni tükənmişlik sindromuna məruz qalan şəxslərə baxdığınız zaman ilk iki pillədə duranlar həkim və yəni tibb sahəsində çalışan şəxslər, ikinci yerdə isə təhsil sahəsində çalışan şəxslərdir. Həkimlərin və tibb işlərinin olma səbəbi iş yükünün, fiziki iş yükünün çox olması və həmçinin emosional nüanslarla çox üzləşməsi, təhsil sahəsində isə gözlənti və resursların üst-üstə düşməməsi daha çox burada problem olaraq üzləşirik. Biz həm indi onlar üçün danışacağıq ki, bu sahədə çalışan insanlar peşə stressinin öhdəsindən necə gəlsin, həm də digər sahələrdə olanlar haqqında təbii ki danışacağıq. Efrimizdə isə indi çox qısa reklam fasiləsidir və bu müddətdən istifadə edib sizin də mövzula bağlı suallarınız yaransa bizimlə əlaqə saxlaya bilərsiniz. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Yüksəliş müsabiqəsinin eksperti, həkim, psixiatr və idarəçi Orxan İskəndərov studiyamızdadır. Onunla birlikdə biz həm yüksəlişdən danışırıq, həm də peşə stressi və tükənmişlik haqqında da müzakirəmiz olacaq. Reklamdan öncə Orxan bəy vurğuladı ki, bizdə əsasən iki sahədə çalışanlar, tibb və təhsildə olanlar daha çox peşə stressi yaşayırlar. Səbəbi nədir və bunun öhdəsindən necə gəlmək olar? Tibb əslində hər birində fərqli punktlar var və bu deyəcəyim nüanslar Azərbaycan üçün yox, bütün dünya üçün keçərli nüanslardır. Tibb üçün olmasının səbəbi burada yalnız həkimdən getmir məsələ, tibb bacısı, xəstə baxıcıları hamısı nəzərdə tutulur. Burada əsas nüans ondan ibarətdir ki, tibb sahəsində işin həm fiziki yorğunluğu çox olur, həm də emosional yorğunluğu çox olur. Çünki hər bir pasiyent hərə öz dərdi ilə gəlir. Fərqi yoxdur cərrahi, psixiatrik və onun müalicəsi dövrü, müalicə nə qədər çəkəcək, həmin dövrdə olan yan təsirləri, yan təsirlərin pasiyent izahı, ailə yaxınlığı izahı ayrı-ayrı. Çünki bir şeyi 5 dəfə izah etməli olursunuz bəzən. Bunların hamısı biraz aqressiv olurlardı. Biz hətta biraz başımız ağrıyanda belə artıq aqressivləşiriksə, insan xəstə olanda təbii ki belə olur. Bəli və bəzən heç xəstə belə olmurlar. Yəni klinik olaraq müşahidə etdiyimiz bir şey yoxdur, amma pasiyent sadəcə hər hansısa bir dərdini bölüşməyə gəlir, loru dildə desək. Bu əlbəttə bizim üçün əhəmiyyətlidir psixiatr olaraq, amma məsələn cərrah üçün bunun heç bir əhəmiyyəti yoxdur. Amma cərrahda və yaxud digər ixtisas sahibləri də bunlara çox təəssüf ki, məruz qalırlar. Amma işlərinin bir hissəsidir. İşlərinin bir hissəsi olduğuna görə və bu cəhətdən emosional və fiziki olaraq çox yükləndiklərinə görə tibb sahəsi işçiləri bu mövzuda dünya üzrə birinci yerdə durur. İkinci yerdə isə sizin də qeyd etdiyiniz kimi təhsil işçiləri dururlar ki, burada əsas səbəb gözləntilərin qarşılamamasıdır şəxsləri. Söhbət nə cür? Yəni cəmiyyətin onlardan bir gözləntisi var. Həmin təhsil işçiləri o gözləntiləri nə qədər qarşılayacaqlar və bunun öhdəsindən nə qədər gələ biləcəklər. Çünki nəticədə təhsil işçilərindən bizim gözləntimiz çox böyük. Çünki gələcək nəslimizi yetişdirirlər. 11 il boyunca və ya 12 il boyunca təhsil sistemindən fərqli olaraq biz ailə olaraq onlar və cəmiyyət olaraq onlara məruz qalırıq və onların bizim uşaqlıq dövründən yeniyetməlik dövrünün sonuna qədər bizi nələrə öyrədəcəyi çox əhəmiyyətlidir. Hələ universiteti nəzərə almıram, sadəcə məktəb və bağçanı nəzərə alsaq. Mən eyni sualı ChatGPT-dən də soruşdum. Məsələn, o burada ilk üçlükdə media və jurnalistikanı da qeyd edir. Siz nə düşünürsünüz bu haqqda? Media jurnalistika ilə birbaşa olaraq çox kontaktım olmayıb. Bu səbəbdən onların içərisindən bir fikir yürüdə bilməyəcəm. Daha çox kənardan bir fikir yürüdəcəyəm ki, əslində bütün işlərə baxdığımız zaman, çünki digər peşə sahibləri biraz qısqana bilərlər ki, necə oldu həkimlər haqqında danışdıq, təhsil haqqında danışdıq, media işləri, amma taksi sürücüləri nümunə olaraq gəzir, xüsusilə son günlərdə çox aktualdır. Bu qədər stressə məruz qalırlar. Özümüz də gündəlik istifadə edəndə həmişə çalışıram ki, ixtisasımı deməyim, çünki nə qədər də olmasa soruşurlar sualları. Həmişə o sualı ertələməyə çalışıram cavabını, amma sonda psixiatr olaraq olduğumu ifadə etdiyim zaman o birinci tipik o stereotipik dəli həkim ifadəsinə məruz qalırıq. Daha sonra mənim də bəzi problemlərim varla başlayır. Bəli, və o 15 dəqiqə, 20 dəqiqə indi məsafədən asılı olaraq nə qədər yol gedəcəksə, onun problemlərindən orada üzləşməyə çalışırıq ki, mən davamlı əsəbi oluram, iş saatlarım bəlli deyil, necə olur, məsələn, günün sonunu maddi olaraq necə çatdıracağım bəlli deyil. Bəzən yaxşı yatmırlar. Çox vaxt yaxşı yatmırlar. Əslində bir çoxumuzda bu var. Bəzən iş saatından asılı olmayaraq belə yuxumuza diqqət yetirmirik. Bu da əslində tükənmişlik sindromu olmasa belə peşə stressinin bizə verdiyi zərərlərdir. Çünki gün ərzində biz getdiyimiz zaman, misal üçün 9 saatlıq bir iş rejimimiz var fasiləsi ilə bir yerdə. Evə getdik. Evə gedirikmi birinci sual odur. Çünki dedik ki, gedin bəlkə bir dostlarımla da görüşüm. Gəlib biz evə çıxırıq 8, 9, 10 kimi çıxırıq evə. Normalda insan yuxusunun ən yaxşı vaxtı, o melatonin hormonunun pikdə olduğu vaxt və beynin o
restart deyə biləcəyimiz yenidən qurulma dövrü saat 11 ilə 1 arasında olur. Yəni bir şəxs saat 11 ilə 1 arasında yuxuda olduğu zaman səhərsi gün az yatsa belə daha gümrah olur. Yəni nümunə gətirsəm, siz saat 11-də yatıb səhər saat 4-də və ya 5-də dursaz, saat 1-də yatıb gün orta saat 12-də durmağınızdan daha gümrah olacaqsınız. Çünki beyin bunun üzərində fokuslanır. Əlbəttə bunu bir dəfə eləməklə keçmir, davamlı olduğu halda bu tənzimlənir. Bəs gecə növbəsində çalışanlar da var. Bəli. Və əlbəttə bizim işçilərimiz əgər məni dinləyirsə, çalışdığım xəstəxanada şöbə müdiri olaraq çalışıram və psixiatriya şöbəsinin müdiriyəm orada və stasionar bir mühit olduğuna görə orada gecə növbələri olur və bəzən elə pasientlər gəlir ki, onu 7-24 müşahidə eləməmiz lazım olur. Təzyiqli müşahidə, psixiatrik bir şöbə olmağına baxmayaraq, məsələn bir anoreksiya xəstəsi gəlir, indi ən son nümunəmiz odur deyə pasiyentin təzyiqini təqib eləməlisiniz, saturasiyasını təqib, ürək döyüntülərini təqib eləməlisiniz və biz birbaşa orada olmuruq, bunu tibb bacısı eləyir və xəstə baxıcısı eləyir və ona biz təlimatı veririk ki, onun başının üstündən ayrılma. Bunu dedik və biz kənara çəkildik. Amma o gecə boyunca onun necə olacaq, necə bunun öhdəsindən gələcək, bunları düşündüyümüz zaman biz ona təlimat verə bilirik. Bizim işimizin müəyyəni, amma onu düşünərək təlimat versək də iş qalacaq onda. Buna görə biz maksimum dərəcədə onların yuxu rejimlərini tənzimləməyə çalışırıq. Məsələn 3 saat yatın, 4 saat yatın deyə təlimatlar veririk və bunu rəsmi şəkildə də eləyirik ki, onların daha sonradan bu səbəbdən başları ağrımasın. Amma nə qədər də olmasa bir tibb bacısı tutaq ki, 3 saat yatsa nə qədər produktiv olacaq oyandıqdan sonra, bu da önəmlidir. İndi burada bax balansı sizcə necə qorumalıdır? Məsələn bir insan adətən gecə növbəsində desəm belə olur da, bir gün gecədən səhər oyaq qalır, sonra 2 gün evdə olurlar. Gecə növbəsində çalışanlar desəm belə olur. Bəli. Adətən. Məsələn indi o insanlar necə o 2 günü düz keçirtməlidirlər ki, orqanizm özünü bərpa etsin? Əslində bütün yəni genetik metabolik xəstəlikləri çıxsaq, yəni çox nadir sindromlara çıxsaq, əksər stress mənşəli xəstəliklər, xəstəlik qruplarının çoxu stress mənşəli kimi qiymətləndirə bilərik. 3 dənə punkt var ki, bunu hər kəs eləyə bilər. Hamı bunu eləməli olduğunu bilir. Bunun deyilməsi belə banaldır, amma bunu eləməkdə biz ciddi bir sıxıntı yaşayırıq. Birincisi, su içmək. Ortalama bir çəki olaraq deyim, əgər bir insan 70 kiloluq bir insan gün ərzində 2 litr, 2 litr yarım su içməsi lazımdır. Çox vaxt insanlar bunu səhv başa düşürlər. Səhər tezdən qoyurlar qabaqlarına su qabını və onu dayanmadan içməyə çalışırlar 2 saat ərzində. Əlbəttə sonra böyrək artıq simptomları göndərməyə başlayır ki, nə edirsən, eləmə belə. Amma bunu bölməmiz lazımdır. Yəni 1 saatdan bir stakanlar əksərən 300 ml və ya 500 ml tutur. Bunu gün ərzində 8 stakan və 9 stakan ərzində eləyərək bədən maye balansımızı idarə edə bilərik. Bu çox ciddidir. Heç kim buna fikir vermir. Hamısı, amma axırıncı dəfə gün ərzində nə vaxt su içdiyimizi belə bəzən xatırlamırıq. Niyə görə? Çay içirik. Söhbət suyun özündən gedir bu arada. Çay içirik, kofe içirik, meyvələrdən əldə edirik, yeməkdən əldə edirik o suyu, amma çox vaxt diqqət yetirmirik. İkinci, idman. İdman dediyim yəni mütləq şəkildə biz zala yazılmalıyıq, getməliyik. Bu yox. Yəni gün ərzində ən azı bir 1 saat yeriyiş eləmək belə, amma yeriyiş eləmək məqsədi ilə yeriyiş eləmək. Yəni mən işə gedərkən piyada gedirəm, bu bir yeriyişdir yox. Nə fərqi var ki? Fərqi ondan ibarət ki, biri fizikidir, sadəcə fiziki olaraq siz bir iş eləmiş olursunuz. Digərində isə siz psixoloji olaraq da idman elədiyinizi düşünərək bunu eləyirsiniz. Yəni məqsədli bir şəkildə. Bu fərqli təsir edir bizə. Əslində hə, amma fiziki olaraq ölçülə biləndir. Əslində fiziki olaraq materialist olaraq baxdığınız zaman nə fərq var ki, bədəndir, fiziki olaraq gəzir ki, amma bunu beyin olaraq punktuallaşdırıb planlaşdırdığınız zaman beyin idman elədiyini düşünərək bunu edir. Bu çox önəmlidir. Çünki bədən ona fokuslanır artıq. Çox maraqlı. Üçüncü yuxu. Yuxu çox önəmlidir. Yəni qısa hər birimizdən nümunə gətirsək, tutaq ki, gəlmişik evə, bayaq xəstə o nüans yarımçıq qaldı, 9-dur, 10-dur, çatmışıq evə və evdə eləmək istədiyimiz şeylər var. Uzanacam divana, açacam televizoru və ya hər hansısa bir kanalı və orada başlayacam nəyisə izləməyə. Niyə görə? Çünki mən evdə nəsə izləmək istəyirəm. Evdə çay içmək istəyirəm, evdə çay içərək şirniyyatdan bol-bol yemək istəyirəm, eyni vaxtda ev yeməyi yemək istəyirəm, çünki bütün günü fast foodla qidalanmışam. Bunların hamısını eləməyə çalışdığımız zaman saat olur 12-1, yaxşı gedim uzanım yerimə uzanarkən əlimə telefon, biraz scroll eləyim, scroll time'ımız, vaxtımız artmış olur və nəticədə nə olur? Saat 2-3. Əksəriyyətimizin də iş saatı ən yaxşı ehtimalla 10-da başlayır. Və necə olur? Gün ərzində gedirik səhər yorğun, gedim bir kofe içim. Kofe içdikdən sonra nə olur? Dopamin başlayır depolardan
boşalmağa, dopamin depolardan boşaldıqdan sonra enerjiklik olur. Amma problem onda var ki, boşalan dopaminin yenidən bərpa olması ən az 3-4 saat çəkir. Ona görə gün sonunda yorğunluğumuz gün başlanğıcından daha pis olur və bu qüsurlu dövran gün ərzində belə davam eləyə gedir. Ona görə həmişə tükənməyən, həmişə iş haqqında deyinən bir topluluğa, bir cəmiyyətə çevrilirik. Çox kədərli səslənir. İndi bunun öhdəsindən necə gəlmək lazımdır, necə produktiv olmaq lazımdır. Amma bir də bir şey var. Məsələn, özümüzü buna düşünsək ki, məcbur kimi falan yanaşanda bu bəzən çox da alınmır. Sadəcə yəqin hər şey daha təbii formada alınmalıdır. Yəni bu məsələn qeyd etdiyiniz o dövrandan, o dövrdən necə çıxmaq olar? Kofe içməyək. Qısaca bunu soruşmaq istəyirdim. Yox, kofe içə bilərsiniz. Kofe içməkdə bir maneə yoxdur. Amma məcburiyyətdən içirik bəzən. Yəni bədən çünki bəzən ehtiyac duyur ki, mən səhər saatlarında durum kofe içim ki, özümə gəlim. Əlbəttə qlamurları nəzərdə tutmuruq burada, gündəlik həyatı nəzərdə tuturuq. Bunun olunması əslində bu insan beyninin əslində biraz işləmə tərzini tutur. Hər bir insan əslində bunu təcrübə olaraq tutur. Biz nəyə istəyirik həmişə? Bizim istədiyimiz odur ki, biz bir düstur özümüz üçün müəyyənləşdirək, onu tətbiq eləyək və başqa da işini eləməyək. Yəni mən bunu bura qoydum, amma bunu davamlı burada saxlamağıma ehtiyac olmasın. Amma məsələ ondan ibarət ki, həyat tarazlıqdan ibarətdir. Siz davamlı şəkildə idman eləmənizə nəzarət eləməlisiniz. Su içmənizə nəzarət eləməlisiniz. Amma nəzarət eləmək nə deməkdir? Beynin bir hissəsi həmişə müəyyən dərəcədə nəyinəsə məşğul olmalıdır. Bunsuz mümkün deyil. Amma biz istəyirik ki, bunu eləyim, bitirim və bir daha bununla məşğul olmayım. Yox, bu təəssüf ki, elə deyil. Yəni bəzi şeylər bizim baza rutinimizdə olmalıdır. Diş fırçalamaq kimi, yatmaq kimi, yemək yemək kimi. Sadəcə biz bunları çox vaxt necə edirik? Qeyri-müəyyən edirik. Əslində bizi burada daha çox yoran qeyri-müəyyənlikdir. Yəni mən əslində bilsəm ki, məndən işdən nə gözlənir, vəzifə öhdəliklərim nədir? Və ya mən bilsəm ki, mən bu gün günortaya saat neçədə yeyəcəyim öncədən bəllidir. Özüm proqramlaşdırmışam bunu. Və yaxud suyu necə içəcəyim öncədən bəllidir. Bunu yazılı şəkildə də eləmək olar. Kifayət qədər applicationlar da var, bunu istifadə edə biləcəyiniz və fərqli mexanizmlər var. Bunları tətbiq edərək elədiyiniz zaman əslində görürsünüz ki, bunun öhdəsindən gəlmək olur. Problem nədir? Başlamaq. Ayda mən bunu başlayandan sonra görəsən sonuna qədər çatdıra biləcəyəmmi sualı? O perfeksionizm, o mükəmməliyyətçi yanaşma nəticədə bizim heç nə eləməyə icazə vermir. Ona görə nə edirik? Tükənmişlik sindromu və peşə stresinə məruz qalan insanlar gedim işə, gündəlik rutinimi eləyim, o rutinimlə məşğul olum, yeni bir şey eləməyim. Nümunə gətirə bilərəm, daha çox demək olar ki, hər sahədə çalışan insanlar, dizaynerlərə yəqin ki, çox tez-tez rast gəlirik. Bu yaxınlarda bir konfrans elədik, orada da çox məruz qaldıq. Fikir verirsiniz, son zamanlar çıxan əksər dizaynlar hamısı eynidir. Şablon bir dizayn forması götürülür. ChatGPT sağ olsun özdə çox kömək eləyir bizə və ya hansısa bir süni intellekt vasitəsi. Biz oradan götürürük, görürük ki, hamısı artıq bir standarta uyğunlaşır. Niyə görə? Çünki dizaynerliyin verdiyi o kreativlik, o yaradıcılıq artıq o peşə stresinin verdiyi yorğunluğa görə rutinə qaçmağa çalışır. Yeni bir şey eləmək istəmir. Yəni oturum mən özümdən yenidən bir dizayn forması kəşf eləyim, şablonu kəşf eləyim, bunu tətbiq eləyim, yox. Ona görə əksərən biz buna məruz qalırıq. Yəni biz o peşə stresi bizi davamlı rutinləri eləməyə məruz buraxır, yeni bir şeydən uzaqlaşdırır. Beyin də yeni bir şeylə məşğul olmadığı zaman nə edir? Getdikcə rahatlayır, tormozlayır, tənbəlləşir. Ondan sonra rutinləri eləməkdə olan problemlər belə artır. Onları belə eləyə bilmək bir müddətdən sonra. Eləyəcəyimiz şey deyim ki, əslində hər şeyi yazaraq eləsək, bu gündəlikdə ola bilər və yaxud hər hansısa bir applicationdan istifadə edərək eləsək, bu funksiyaları orada qeyd etsək daha rahat olar. İndi mövzunun ardına girdikcə burada əslində daha xüsusi detallar var. Oraya girməyə çalışacağam. Sadəcə sualınızın ardından eşitmək istəyərdim. Sualım birazdan olacaq. İndi isə telefon nömrələrimizi xatırlatmaq istəyirəm ki, kimsə bizim müzakirəmizə qoşulmaq istəsə bilsin. Telefon nömrəmiz 012 404 11 22-dir. WhatsApp nömrəmiz də açıqdır. Müsabiqə əhval-ruhiyyəsində olanda, məsələn, istər yüksəliş müsabiqəsində və ya sən də bilirsən ki, hər hansısa bir layihənin üzərində çalışırsan, yəni dinamik həyat tərzi keçirdirsənsə, normaldakından daha fərqlidirsə indi həyatın bu period, o dövrdə də yəqin ki, bilmirəm, ona tükənmişlik demək olarmı, amma stres hər halda digərlərindən daha çox olur. O periodu effektiv şəkildə necə keçmək olar? Birincisi, stressiz olmaq mümkün deyil. Heç kim üçün mümkün deyil. Stressdən qaçmağa çalışmaq, stressdən qaçmağın stresinə məruz buraxacaqsa, yenə də o qüsurlu dövrana girmiş olacaqsınız, mümkün deyil fiziki olaraq. Eləyəcəyimiz şey əslində bizim stressi idarə eləməyimiz, yəni stress menecmentdir. Stress menecmenti çoxumuz əslində özümüzə görə qustar üsullarla ev şəraitində eləyirik. İstirahətlərimizi planlayırıq, məsələn, gəzintilər planlayırıq
və yaxud həftə sonu dostlarımla gedəcəm, hardasa oturacam və bütün həftə boyu gözləyirəm ki, bu çox mükəmməl keçməlidir, fokuslanırıq. Əslində bunları elədiyimiz zaman o çox gərgin iş dövrlərində, yəni tutaq ki, layihə aldığımız dövrlərdə və yaxud yeni bir işə başladığımız dövrlərdə bizim işimizə çox yarayır. Sadəcə bunun daha planlı şəkildə olması önəmlidir. Yəni insan, heç bir şəxs qeyri-müəyyənliyi xoşlamır. Qeyri-müəyyənlik dediyimiz zaman nəyə nəzərdə tuturam? Yəni mən bir layihəyə girəcəm. Tutaq ki, layihədə mənim gördüyüm iş nə olacaq? Layihədə məndən gözlənti nədir? Mən bunu elədimmi? Amma onlar həqiqətən məndən bunu gözləyirdilər. Mən bunu elədim. Onların mənə tətbiq edəcəyi KPI-lara uyğun elədimmi? Eləmədimmi? Bunları düşünə-düşünə biz o stresin içərisində belə qovurula gedirik. Burada 3 dənə nüans əslində vurğulamaq istərdim. Birincisi, gündəlik yorğunluq dediyimiz punkt. Peşə stresinin məruz gətirdiyi yorğunluq və tükənmişlik sindromu və ya burnout dediyimiz vəziyyət. Üçü də əslində simptom olaraq bir-birinə çox yaxındır. Birini gün ərzində görürük, daha sonra müşahidə eləmirik. Biri daha uzun müddət olur, burnout isə artıq daha sindromik olaraq qiymətləndirilir və oturmuş bir hal alır. Gündəlik yorğunluğun ən yaxşı üzərinizdən atma yolu, yəni hətta diferensiasiya eləmə yolunuz, fərqləndirmə yolunuz istirahət eləməkdir. Əgər bir yorğunluq istirahət eləyərək keçirsə, bu yorğunluq demək ki, gündəlik bir yorğunluqdur. Bu peşə stresidir. İkincisi, tək bir istirahət günündən gedir söhbət. Peşə stresinə gəldiyimiz zaman, peşə stresinə də buna çox bənzərdir. Amma peşə stresi daha uzun müddət davam edə bilir. Bunu sorğulamağımıza bəzən ehtiyac olur ki, okey, biz peşə stresi dedik. Peşə stresinin səbəbi nədir? Bu insan ümumiyyətlə istədiyi işlə məşğul olurmu, olmurmu? Oradan başlayanda gərək ki, Adəm Həvvaya qədər gedək, ona görə ora toxunmayacaq əlbəttə. Bu peşə stresinin zamanında həmin insanın iş şəraitini biz necə yaxşılaşdıra bilərik? Burada artıq iş düşür idarəçilərin üzərinə. Yəni siz bir idarəçi olaraq sizin işçilərinizə tutaq ki, KPI təyin eləmisiniz ki, tutaq ki, xadimələr bu cür işləyəcək, xəstə baxıcıları bu cür işləyəcək, tibb bacıları və başqa bir şirkətdən mühasiblərin belə işləyəcək, marketinq qrupu belə işləyəcək, amma bu həqiqətən onların tətbiq edə biləcəyi fiziki mümkünlüyü varmı? Onlarla bu barədə heç danışmısınızmı? Bunlar dedikcə görürüz ki, punktlar yavaş-yavaş bəllidir. Yəni bir idarəçi olaraq hər birimizin işi bir qərar qəbul edərkən və ya şirkət daxili bir qayda qəbul edərkən o qaydanın məruz qalacağı insanlarla görüşüb danışmağınız lazımdır. Yəni tutaq ki, mən səndən gözləyirəm ki, sən həftədə misal üçün 10 dənə mənə post hazırlayasan, şablon olmayan bir post hazırlayasan və bunu mənə bir həftə öncədən təqdim edəsən. Bunu oturub onunla birinci danışırsınız. 10 dənə post ümumiyyətlə bu müddət ərzində hazırlamaq mümkündürmü? Siz dediyiniz o yeni şablon olmayan post deyəndə nəyi nəzərdə tutursunuz? Yəni qeyri-müəyyənliklər açdıqca həmin şəxs ondan nə istədiyini biləcək və ondan sonra qayıdıb biləcək ki, bax siz 10 dənə istəyirsiniz, amma fiziki olaraq bunun 10 dənə hazırlanması keyfiyyətdən salacaq. Yəni keyfiyyətdən biz fədakarlıq eləmiş olacaq. Sizə bu lazımdırmı yoxsa yox? O da sizə qayıdıb suallarını verəcək və bunun nəticəsində biz biləcək ki, artıq biz işçidən nələri gözləyirik, o da biləcək ki, o bizdən nələri gözləsin. Və idarəçi olaraq biz onların artıq işini idarə etmiş olacaq ki, açıq kommunikasiya. Bəli. Bu idarəçilik, əslində idarəçilik formaları var. Bu yaxınlarda bir idarəçilik kursuna gedirəm, oradan nümunələr gətirmək istəyirəm. Yəni bu kommunikasiya şəklində idarə və konsultativ idarə dediyimiz, yəni işçi ilə danışırsınız, kontakta girirsiniz, ondan məlumatlar əldə etməyə çalışırsınız ki, sənin iş şəraitini necə yaxşılaşdıra bilərəm, iş saatlarını necə yaxşılaşdıra bilərəm. Bunlar olduğu zaman hər kəs əslində daha yaxşı, daha xoşbəxt işləyə bilər. Bu o demək deyil, bəzi yerlərdə məsələn avtoritar davranmaq lazımdır. Çünki hər zaman demokratiya yaxşıdır deyə bir şey yoxdur, xüsusilə iş şəraitinə baxdığımız zaman. Amma bunu onlarla danışaraq, qaydanı onunla bir yerdə müəyyənləşdirdikdən sonra ona artıq sorğu eləmək tələbi sizdə yaranır ki, bax mən səninlə razılaşdırmışam, amma sən mənim səninlə razılaşdırdığım punkta uymursan. Səbəb varmı buna? Yenə oturacaqsınız, danışacaq. Bəlkə qaydanı yenidən dəyişməyə ehtiyac var. Yəni bu dəyişilə bilir olmasının işçinin də bilməsi və bir problemim olduğu zaman mənim idarəçiyə yaxınlaşa bilmə belə deyim, fürsətimin olduğunu bilməm çox önəmlidir. Bu əslində bunları tətbiq etdiyiniz zaman həm idarəçilər, həm işçilər daha xoşbəxt bir iş mühitində və xoşbəxt deməyim, xoşbəxt biraz çox şey ifadə olar, çox şəhrai bir ifadə olar. Daha yaxşı bir mühitdə, daha normal bir mühitdə çalışa bilirlər. O mühit yaxşılaşdırması idarəçinin edəcəyi işdir, amma işçilərlə bir yerdə. Mühitdən danışmışkən, əgər komanda daxilində kimsə tükənmişlik yaşayırsa, stressdədirsə, nə bilim, depressiya, düzdür, bunlar həmişə psixoloqlar deyir ki, fərqli anlayışlardır. İndi onu da müzakirə edərik, amma kimsə belə bir tükənmişlik də yaşayırsa, bu digərlərinə də yoluxa bilərmi? Bəli, emosional kontagiozluq və ya psixoloji kontagiozluq dediyimiz bir vəziyyət var.
İnsanlar bir-birində tükənmişlik varsa və ya tükənmişliyə bənzər vəziyyət varsa, insanlar bunu tez-tez bir-birlərinə bölüşürlər. Bölüşdükləri zaman isə onların fikirlərinə razı olduqları zaman tam tükənmişlik sindromları əlamət müşahidə olunmasa belə, normalda özü üçün stres kimi ciddi qəbul etmədiyi bir vəziyyətdə artıq onun gözündən ciddi kimi qəbul edə bilib və belə yayılmışlığa səbəb ola bilər təəssüf ki. Bu ən çox yəqin ki, rəhbər özü tükənmişliyi yaşayırsa, digərlərinə daha tez keçəcək. Onun olma ehtimalı daha yüksəkdir. Ehtimalının yüksək olduğu düşünülür. Yəni konkret bunu desək yalan olmuş olar. Bu çünki iş sahəsindən asılı olaraq dəyişir. Amma əlbəttə Yox, məncə dəqiq o elədir. Çünki bir fikir verin də, yəni rəhbərin özünün keyfi yoxdursa, artıq avtomatik olaraq əməkdaşlar da sakit qalmağa çalışır, onlar da. Hətta keyfi belə olsa özünü elə aparır ki, yəni mən də sənin qədər ən azı pisəm. Burada individual məsələni qeyd edim ki, komandanızı işçi götürərkən yəni öz xasiyyətinizi bilirsiniz də, tutaq ki, mənim yay ayında depressiv olduğum və ya çox işlək olmadığım bir müddətdir. Bir dənə diri adam götürürsüz ora və həmin müddətdə sizin tükənmişlik sindromunda və ya stresli olduğunuz dönəmlərdə onun sizə verdiyi ab-hava və ya onun iş mühitində yaratdığı ab-hava sizin tükənmişliyinizi və yaxud stresinizi və ya yorğunluğunuzu kompensasiya eləməyə kömək edir. Amma burada davamlı uzun müddətli patolojik bir haldan söhbət gedirsə, əlbəttə bunun yayılma ehtimalı daha çoxdur. Əlbəttə bu mövzuda siz haqlısınız. Biz efirdən öncə danışanda Orxan bəy vurğuladı ki, əslində tükənmişlik haqqında çox danışırlar. Sadəcə orada elə məqamlar var ki, onlar hər dəfə vurğulanmır. İstəyirəm məhz bu məqamlar haqqında danışaq və bir də məsələn insan özündə hiss edəndə ki, onda tükənmişlik var. Bunun özü necə kömək edə bilər? Özü bunun öhdəsindən necə gəlməlidir və ya özü gəlməlidirmi, yoxsa bir mütəxəssisə müraciət etsin? Birinci bunu deyim ki, tükənmişlik sindromu və yaxud buna artıq peşə fenomeni deyilir. Xəstəliklərin beynəlxalq təsnifatı var. Ümumdünya Səhiyyə Təşkilatının çıxartdığı və ən son çıxartdığı xəstəliklərin beynəlxalq təsnifatının 11-ci versiyasında bu xəstəlik kimi yox, sindrom kimi götürülüb və fenomen kimi götürülüb. Yəni bu bir xəstəlik deyil, amma xəstəliyə gətirib çıxara biləcək bir vəziyyətdir və yaxud öz içərisində xəstəlik simptomları da daşıya bilər. Yəni tükənmişlik sindromu olan birisində yanaşı olaraq depressiya ola bilər, yanaşı olaraq təşviş həyəcan pozuntusu olur, amma söhbət klinik depressiyadan və klinik təşviş həyəcan pozuntularından gedir. Bunu xəstəliklərin beynəlxalq təsnifatı sözünü vurğulamağımda əsas məqsəd bunun əslində ümumiləşdirilmiş yox, konkret olaraq ifadələri var ki, tükənmişlik sindromu nədir, hansı sferalara təsir göstərir və həmin vaxt şəxsdən nəyi gözləmək lazımdır. Birincisi, tükənmişlik sindromunun ən böyük, ən hər kəs tərəfindən görünən əlaməti emosional tükənmə. Şəxs halsız olur, heç nə eləmək istəmir, iş görmək istəmir. Əslində depressiyanın əlamətlərinə çox bənzəyir bir tərəfdən. İkincisi, şəxs iş mühiti ilə bağlı depersonalizasiya deyə biləcəyimiz, burada biraz psixiatrlar mənə yanlış anlamazlarsa, başqa xəstəliklərin depersonalizasiya simptomundan və sindromundan getmir. Sırf daha doğrusu tükənmişlik sindromu üçün istifadə olunan belə bir ifadə var ki, həmin şəxs iş mühitində davamlı əsəbi olur, iş mühitində heç kəslə ünsiyyətə girmək istəmir, hər kəsdən ünsiyyətdən qaçır. Üçüncüsü isə iş bacarıqlarının aşağı düşməsi. Artıq gündəlik işini yerinə yetirə bilmir, iş bacarıqları aşağı düşüb KPI-lərə cavab verə bilmir. Bu üç sferanı biz ümumiləşdirdiyimiz zaman bizim əlimizə gəlir çıxır tükənmişlik sindromu. İndi tükənmişlik sindromunun bu punktlarını ələ götürdüyümüz zaman burada bir səbəb-nəticə əlaqəsi var. Yəni şəxs necə olur ki, tükənmişlik sindromuna gedir və ya bu vəziyyət yaranır. İlk öncə burada qiymətləndirəcəyimiz səbəb görəsən şəxsin iş mühitində insanlarla arasında olan münasibətdən yaranan bir stres faktordurmu? Bunu araşdırmağımız lazımdır. Bunu şəxs özü və ya idarəçi də araşdıra bilər, amma bunun ən sağlam mühiti bunların hər ikisinin bunu araşdırmasıdır. Və şəxslərin özünün və yaxud idarəçilərin onlara tətbiq edə biləcəyi və onlarda həqiqətən tükənmişlik sindromu varmı yoxmu müəyyənləşdirə biləcəyi testlər var əslində. Test şkalaları var. Ən məşhur mövzuda Maslach burnout ölçəyidir, yəni testidir. Bunu çox rahat bir şəkildə hər kəs internetdən əldə edib və tətbiq edə bilər. Fərqli formaları da var, amma ən məşhuru və ən qlobalı budur. Əgər daha fərqliləri varsa, mesaj olaraq əgər bizim nömrəmizə göndərə bilərsə, göndərsinlər, onları da müzakirə aça bilərik əlbəttə. İndi burada ta ki bir şəxsin biz müəyyənləşdirdik ki və ya şübhələndik ki, bir idarəçi olaraq, klinik olaraq yox, yəni bir idarəçinin həkim olmadığını nəzərə alaraq gördüyümüz zaman ki, mənim işimdə tükənmişlik sindromu ola bilər.
testi tətbiq etməyi ona təklif edirsiniz. Birinci çağırırsınız, yanınıza danışırsınız, ünsiyyətə girirsiniz və ünsiyyətə girəndən sonra müəyyənləşdirirsiniz ki, bu adamda deyəsən tükənmişlik sindromu ola bilər. Birinci edəcəyiniz şey həmin şəxsə psixoloji dəstəyin təmin olunmasıdır. Yəni bu şirkət tərəfindən təmin olunsa əlbəttə çox gözəl, amma yoxsa onu yönləndirməyə çalışmalısınız. Bizdə belə təcrübələr var. Məsələn, şirkət özü psixoloq kimi üçünsə tutur. Bildiyim qədərilə mənim şirkət adı çəkməyəcəm əlbəttə. Bizim bir yerdə çalışdığımız şirkətlər var ki, hansı ki bizimlə müqaviləli şəkildə çalışırlar. Mənim çalışdığım müəssisələrlə və bu şəkildə biz o xidmətləri ona göstəririk. Və xüsusi fərdi sığortalar var ki, hansı ki şirkət öz işçisini qəbul etdiyi zaman o sığorta şirkətindən qeydiyyatdan keçirir və həmin şəxslər tamamilə ödənişsiz bir şəkildə gəlib o psixoloji və psixiatrik xidmətdən rahat bir şəkildə yararlana bilirlər. Əlbəttə kütləvi bir şəkildə deyil, amma bu var. Eyni şəkildə məsələn məktəblərdə təhsil psixoloqları var, hansı ki ilk dövrdə bunu müşahidə edə bilərlər və yaxud universitet daxili bunlar var, bağçalarda bunlar var. Yəni əslində bəzi qurumlarda var, amma nə qədər funksional olub olmadığı sorğulana bilər. Önəmli nüans budur. Bu mövzuya çox dərinə girmək istəmirəm. Burada saxlayacağam bu hissəsini. Bəli, saxlamaq lazımdır çünki efirimizdə reklamların vaxtıdır. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Həmid adında bir dinləyici yazır ki, özümü çox resurssuz hiss edirəm, heç nəyə enerjim, həvəsim və istəyim yoxdur. İlk öncə keçmiş olsun demək istəyirəm əlbəttə. Həmid bəy idi, doğru eşitdimsə. Bəli. Əslində bu suallara daha öncəki radio verilişlərində çıxış edərkən öncədən bir şərt kəsirəm. Suallara cavab verməmişdən öncəki. Yəni Pullandı. Necə? Yox, o deyil, hələ ki deyil. Şərti şunda kəsək ki, xırmanda yabalaşmayaq. Mövzu nədir? Nəzərə almamız lazım ki, burada cavab veriləcək hər kəs sualının cavabını birbaşa almaq istəyir, konkret almaq istəyir, konkret məsləhəti dinləmək istəyir. Amma bu mövzularda bəzən verilən məsləhətlər çox ümumi olmalı olur. Niyə görə? Çünki biz şəxsi olaraq görmürük, dəyərləndirə bilmirik, resurssuzluq deyəndə nəyi nəzərdə tutursuz bilmirik. Ümumi bir ifadə kimi yoxsa şəxsi resurssuzluq. Dediyiniz zaman nəyə nəzərdə tutursuz, bu çox önəmlidir. Çünki dediyiniz əlamətlər bir çox xəstəliyin və xəstəliyi olmayan nəyinsə əlamət ola bilər. İçki tükənmişlik sindromu qarışıq. İlk öncə bu cür vəziyyətlərdə məsləhət görülən, bu özünüzdə gördüyünüz neqativ nüansları bir yazın bir yerə. Gündəlik sizdə olsun. Gündəlik tutmaq çox önəmlidir, çox vacibdir. Hər kəs üçün çox yaxşıdır. Bunu elədikdən sonra siz yaxınlaşırsınız bir mütəxəssis. Birinci bunu yazdıqdan sonra özünüzdə baxırsınız. Bir yaxşılaşma varmı? Özümdə bir resurs tapa bildimmi? Resurs deyəndə nə nəzərdə tuturam özüm üçün? Hətta bir trik də verim burada ki, ChatGPT-ni çox rahat bir şəkildə öz terapistiniz kimi, amma dırnaq arasında əlbəttə bu mütəxəssis deyil, nəşədə istifadə edə bilərsiniz. Ona sorğular göndərə bilərsiniz. Məndə bu var, nə etməm lazımdır və s. Çünki çox rahat bir şəkildə istifadə etmək olur. Çünki bəzən biz özümüz də məşq etmək üçün istifadə edirik onu. Cavabları yəni sizə inandırıcı gəlir, razı salır. Hər zaman inandırıcı. Bu sizin sual vermə tərzinizdən asılı olaraq dəyişir. Yox, mən psixiatr olaraq sizdən soruşuram ki, siz də onun yerinə olsaydınız elə cavabları verərdiniz. Orada nüans nədən ibarətdir? Biz davamlı çünki ChatGPT bir müddətdən sonra süni intellekt bir müddətdən sonra fərdiləşir. Sizin verdiyiniz suallara əsasən o sonra sizə verəcəyi cavabları formalaşdırır. Yəni o artıq bildiyi zaman ki, mən bir psixiatrla danışıram. O sizə verdiyi cavablar artıq psixiatra uyğun cavablar olur və o daha da puxtaləşdirir cavabları. İndi konkret bu vəziyyətdən sual gələrsə, dedim ki, ilk öncə yazmağa çalışın. Nədir sizi konkret narahat edən? Çünki yazdığınız zaman görəcəksiniz ki, bir yerdən sonra bunların sizin üçün heç bir mənası yoxdur, bəzilərinin. Sonra qiymətləndirmə eləyəcəksiniz. Tutaq ki, 10 ballıq şkaladır. Tutaq ki, mənim resurssuzluğum məni 10 ballıq şkalada nə qədər narahat edir? 0, 1, 2, 3, 4 və ya 10 ola bilər. Daha sonra bunları müəyyənləşdirdikdən sonra geriyə dönüb baxırsınız. Mən hal-hazırda problemlərin neçə faizini həll edirəm və məni narahat edirmi? Amma bunların hamısını bir kənara qoysaq, özünüzdə ciddi depressiv və depressiya bənzər əlamətlər müşahidə edirsinizsə, ilk eləməniz gerəkən şey əlbəttə bir mütəxəssisə yaxınlaşmaqdır. Məsləhət görülən psixoloqdan daha çox psixiatra yaxınlaşmaqdır. Niyə görə? Çünki depressiya klinik bir vəziyyətdir. Klinik bir vəziyyət olmağı bunun diaqnozunun yalnız psixiatr tərəfindən qoyula biləcəyini vurğulayır. Ondan sonra yanaşı əgər müalicə metodu olaraq psixoterapiya seçilərsə, əlbəttə psixoterapiyanı həm psixiatr, psixoterapist, həmçinin psixoloq, psixoterapist həyata keçirə bilər. Aydındır. Bir nəfər də yazır ki, məndə ciddi şəkildə diqqət dağınıqlığı var. Heç nəyə fokusumu tam olaraq verə bilmirəm. Diqqət əksiliyi, hiperaktivlik xəstəliyi demək istərdim, amma bu çox artıq qloballaşmış bir mövzudur. Statistikası belədir.
Əgər son statistika dəyişməyibsə, məktəbdə olan, şəxsin yaşının barədə onun neçə olması çox əhəmilidir. Məktəbdə olan hər 20 uşaqdan ikisində diqqət əksizliyi, hiperaktivlik pozuntusu var. Klinik dərəcədən gedir söhbət. Yəni müəyyənləşdirilə bilən. Çünki bəzən müəyyənləşdirə bilinmir və ya başqa bir diaqnoz altında gedir. Diqqət əksikliyi özü bir simptomdur. Birinci müəyyənləşdirmək lazım ki, bu diqqət əksikliyi nə ilə bağlı formalaşıb? İş mühitinizlə bağlı mı bir problem var? Yoxsa tutaq ki, məktəb vaxtından və ya bağça vaxtından mı bu sistem müşahidə olunur? Çünki bu diaqnoz üçün çox əhəmiyyətlidir. Çünki əgər diqqət əksikliyi dediyimiz nüans, diqqət əksikliyi hiperaktivlik sindromuna və ya xəstəliyinə, pozuntusuna bağlı olaraq formalaşırsa, bunun müalicəsi yalnız dərmandır. İkincisi, yox, əgər bu başqa bir xəstəlik fonunda və ya başqa bir gündəlik stres fonunda formalaşan bir vəziyyətdirsə, o zaman o stres faktoru və ya xəstəliyi aradan qaldırdıqdan sonra bu diqqət əksikliyi ortadan qalxır. Amma gündəlik belə diqqət əksikliyi yaşayan şəxslər üçün yaxşı bir üsul var. Pomodoro üsulu, dünya üzrə çox məşhurdur, applicationları çoxdur. O Pomodoro üsulunu istifadə edərək gündəlik həyatınızda çox rahat bir şəkildə ən azından simptomatik olaraq problemlərinizi həll edə bilərsiniz. Yəni 25 dəqiqə işləyirsiniz, 5 dəqiqə fasilə. Bəli. Onun əslində dəyişmək də olur öz içərisində, amma ən rutini 25-5 qaydasıdır. Aydındır. Orxan, sonda isə soruşmaq istəyirəm ki, yüksəlişə hazırlaşanlar bəs psixoloji olaraq, yəni necə düz digər tərəflərdən adətən deyirlər ki, buna heç cür hazırlaşmaq olmaz və s. amma psixoloji olaraq hazırlaşmaq olar. Burada verəcəyim məsləhətlər biraz şəxsi məsləhətlər olacaq. Ola bilər kimsə qəbul edə bilər, kimsə qəbul edə bilməz. Mən 1 il ekspert olaraq çalışmışam. Ola bilər məndən qat-qat təcrübəli ekspertlər dediklərimi bəyənməsinlər və ya düzgün görməsinlər. Səmimi şəkildə ifadə etməyə çalışıram ki, buna hazırlaşmağın bir yolu yoxdur. Konkret bir metod yoxdur. Eləyəcəyiniz şey nədən ibarətdir? Hər bir tapşırığın öhdəsindən gəlmək üçün müəyyən triklər var. O trikləri bilməniz lazımdır, kəşf etməniz lazımdır, öncədən müəyyənləşdirməniz lazımdır və ya provokativ bir cümlə olacaq dediyim amma və qabağınızdakı adamı sabotaj eləməyi öyrənməlisiniz, onun dediyi punktları vurmağı öyrənməlisiniz. Çünki nəticədə siz hər hansısa bir arqumentasiyanızla həmin şəxsin dediyi hər hansısa bir punktu geriyə çəkə biləcəksinizsə və ya deməyinə imkan verə bilməyəcəksinizsə, amma etik çərçivələr daxilində avtomatik olaraq onun balı geriyə düşmüş olur. Çünki ekspert olaraq mənim düşüncəm budur. Biz yüksəliş müsabiqəsində liderlərlə bağlı bir seçim edirik, idarəçilərlə bağlı bir seçim edirik. Mənim düşüncəm həmişə bu olur. Bu şəxs məni idarə edə bilərmi? Bu şəxs əgər mənə sözünü çatdıra bilmirsə, məni necə idarə edəcək? Bu şəxs lazım olanda qarşısındakı şəxsi sustura bilmirsə, etik çərçivələr daxilində məni necə idarə edəcək? Və yaxud bu şəxs sözlərini ifadə edərkən emosiyalarına nə qədər qapılır və emosiyalarını doğru şəkildə istifadə edə bilirsə, məni nə qədər idarə edə biləcək? Bunlar mənim üçündür. Çünki mən öz idarəçimi elə seçmək istəyərdim. Ona görə bu işin psixoloji nüansı bu emosional EQ-dan istifadə etmək. Çünki IQ belədir ki, varsa dəyişməz. Yəni sizin IQ-nuz 120-dirsə ömür boyu 120 olaraq qalacaq. Amma EQ, yəni emosional daha dəyişə biləndir. Siz onu doğru şəkildə idarə edə bildiyiniz zaman IQ-nuzun daha az olması belə sizi o vəziyyətdən çıxmağa kömək edə biləcək. Aydındır. Təşəkkür edirəm gəldiyinizə görə. Çox sağ olun. Bugünkü həmsöhbətim yüksəliş müsabiqəsinin eksperti Orxan İskəndərov idi. Biz onunla birlikdə həm peşə stressi, tükənmişlik, həm də yüksəliş müsabiqəsində qalib gəlmək üçün ekspert nəyi tövsiyə edir? Bu haqqda olan bütün məsələlərə toxunduq.